Axır vaxtlar dəb düşüb, hamı gedir bu xanımların oxuduqları restoranda başlayırlar bunlarla video çəkirlər. Əsl Zarinalıq mahnıdır ya, qışqırsın, boğazı cırılsın bak. Zarina başa düşdüm, bu qaqaşın nə şey dərdi var? Sənin nə dərdin var? Qaqaş içi bülül qəmbərdir ya, bilmə ya kayıqdan. Bu videonun altına bir nəfər girib şərhlərdə yazmışdı ki, tanınmış xanəndə mini ətəkdə o qədər qısa geyindi ki, gəlin bir baxaq görək nə qədər qısa geyinib. Salam dostlar, xoş gördük. Əziz dostlar, videonu həmişə axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Əgər sizin sexiniz və yaxud da zavodunuz, müəssisəniz varsa, onun üçün dəzgah, filan, maşın, nə istəsəz, aparat, hər şeyi gətirə bilərik. Təbii ki, Çindən ucuz qiymətə, topdan qiymətindən. Sadəcə aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın. Bir də ki, təbii ki, Çindən təzə maşınlar, Koreya və Amerikadan da ikinci əl avtomobillər, özə cağ avtomobillər sizin üçün ucuz qiymətə gətirə bilərik. Sadəcə aşağıdakı WhatsApp nömrəmlə mütləq əlaqə saxlayın. 24 saat WhatsApp nömrəm sizin qulluğunuzdadır. Tanınmış xanəndə mini ətəkdə o qədər qısa geyindi ki, gəlin bir baxaq görək nə qədər qısa geyinib. Yəni biz bunu şəhərdə də görürük də bu geyimi. Yəni bu xəbər deyil axı. Yəni başa düşərəm. Tutaq ki, sensasyon bir xəbər necə ola bilər? Tutaq ki, heç kim belə geyinmir və sən bunu xəbər olaraq paylaşırsan, cəmaət şoka düşür, girirsən, görürsən ki, yəni bilirsiniz, klik toplamaq üçün bunu edirlər. Hansı saytdır? Show az. Hələ show az da, yəni. Show az ancaq belə düşük xəbərlər paylaşa bilər. Yəni. Müğənni xanəndə Bəturə Hüseynova sosial şəbəkələrdə maraqlı foto paylaşıb. Sənətçinin qısa ətəkdə olan fotosu az müddət ərzində xeyli bəyənmə qazanıb. Lakin bəzi sosial şəbəkə istifadəçiləri isə Hüseynovanı tənqid ediblər. Mən isə bu saytı tənqid edirəm. O ilə işim yoxdur, özü bilər. Hələlik kimi burada coşdu. Hətta Avstraliyalılar rəqsimi bəyənib və məni kimi oynayıblar. Bu önəmli bir şeydir, Azərbaycanlılar. Bu nə rəqs elədi ki, belə qeyri-adi ki, Avstraliyalılar bunun rəqsini bəyəniblər, xoşlarına gəlib və onlar da bunu rəqs ediblər. Kül Avstraliyalıların başına. Qaqaş, anormaldır, belə ay səni kenguru yesin. Bunlar biz kimdən gördülər? Elgizin verilişlərini bilirsiniz də, bir səni göstərim sizə. Elgiz bu trendi başlatdığı televiziyada qəşəng reyting yığır. Anormal insanlar da, normal insan gedib orada özünü biabır eləmir, səsi olmadığı halda. Birini çıxardır, o özü də bilir, istedadları yoxdur. Çıxardır efirə, onlar da orada gizləyirlər, biabır olurlar, Elgiz də deyək, başlayırlar qovmağa, acılanmağa, məzələnməyə. İndi bu başqa kanallar da görüblər ki, qəşəng reyting verir, çağırırlar anormal insanları, istedadsız insanları və onlarla məzələnib qəşəng reyting yığırlar. Nə deyim, valla? Ölkədə demək olar ki, efirdə nə şıntır-pıntır şeylər var, əksəriyyətini Elgiz birinci trend eləyir, sonra başqa kanallar onu təkrarlayırlar. Oğlan, qapalı geyin, heç kim sənə baxmasın. Kişi, ürəyin istəyəni geyin, mən yanındayam. Belə çıxır ki, lüt alt paltarı ilə çıx, yanındayam. Yəni, hansı kişi buna razı olur ki? Təmiz kişiliyin, belə deyək də, içini eləyiblər bəziləri. Valla dostlar, mən burada işlətirmirəm, şəhərlərdə siz döşüyün geçsin. Axır vaxtlar dəb düşüb, hamı gedir bu xanımların
oxuduqları restoranda başlayırlar bunlarla video çəkirlər. Dərd verdin, gizləyirlər, neysə. Sonra bunu paylaşırlar. Elə bir ki, bəhsə bəhs durublar. Hamı mütləq orada dərd verdin kim deyib anqırmalıdır, şey eləməlidir. Heç mən belə şey görməmişəm, ilk dəfədir görürəm. Gəlin digərlərinə baxaq. O, Zarina. Əsl Zarinalıq mahnıdır ya. Qışqırsın, boğazı cırılsın bax. Zarina başa düşdüm. Bu qaqaşın nə dərdi var? Sənin nə dərdin var? Ağlayır, məhz yerin gözləyirlər. Dərd verdin ki, orada çıxırsınlar. Zarina'dakı işte yani əsl onluqdur ya. Dərd verdin. Niyə gülürsən? İkisi də gülür, fikir verin. Qaqaş da gülür, Zarina da gülür. Dərddə adam belə gülmür axı, oturur ağlayır. Mən hələ bu videonun çəkənlərin heç birini görmədim. Həqiqətən dərdli insanlara heç oxşamırlar yəni. Ancaq belə gündəmə düşmək üçün orada qışqırırlar, dərd verdi. Qaqaş içi bülül qəmbərdir ya. Bilmə ya, kayıqda. Dəlir qaqaş, dəli. Qaqaş konkret dəlidir. Bu videonun altına bir nəfər girib şərhlərdə yazmışdı ki, o atdığı fişəngdir nədir, axırda belə partladır ha. Axırda onun hesabı gələndə, yəni hesabda onu da əlavə edir, havayı deyil o təbii ki. Gələndə həqiqətən də sənə dərd bürüyəcək. Babaların yumuyum, amma həqiqətən də heç dərdli adamlara oxşamırlar bunlar. Yiyib içən, kayf eləyən adamlardır. Ola bilər kimdənsə nə varsa atval alıblar, yox cavabı alıblar. Bunu dərd sayırlarsa, yəni valla siz dərd görməmisiniz. Mən də gedəcəm bu restorana, çıxardacam borclarımı, qoyacam qabaqlarına. Deyəcəm oxuy, göstərəcəm belə. Dərd verdi. Neyse dostlar, dünyada gözəl şeylər baş verir, pis şeylər də baş verir təbii ki. Amma Azərbaycanda da belə şeylər gündəmi zəbt eləyib. Dedim, bunlardan göstərim sizə. Təbii ki, hansının dərdi varsa, hiss edirsinizsə, şərhlərdə mütləq qeyd eləyin. Ola bilər mən yanılıram. Amma heç dərdli adamlara oxşamırlar. Hırıldayırlar, yiyib içiblər, kayıqdadılar. Amma güya ki, bunlar belə çox belə mahnıdan bihuş olublar da bir sözlə. Mahnıya da bir söz demirəm. İndi zövqlər müxtəlifdir. Çox da belə mahnı deyil. Yəni Qıjinski mahnı deyil. Amma mənim zövqümcə deyil təbii ki. Mənim tərzim deyil. Neyse dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Görüşərik. Hələlik.